2026-2027-ci tədris ilindən etibarən Qarabağ Universitetində dünyanın nüfuzlu texniki ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universiteti ilə birgə mühəndislik ixtisasları üzrə ikili diplom proqramına start verilib. İkili diplom proqramı mühəndislik fakültəsinin inşaat, elektrik, elektrotexnika, mexanika və kimya mühəndisliyi ixtisaslarını əhatə edir. Proqram çərçivəsində tədris tamamilə ingilis dilində aparılacaq. Tələbələr ilk 3 il Qarabağ Universitetində, son 1 il isə İstanbul Texniki Universitetində təhsil alacaqlar. Neftçalanın Xıllı qəsəbəsindən olan 19 yaşlı Günay Süleymanova Qarabağ Universitetinə qəbul olunan ilk tələbələrdəndir. O, universitetin mühəndislik fakültəsinin inşaat mühəndisliyi ixtisasının 3-cü kursunda təhsil alır. Hazırda isə elə oxuduğu universitetin mühəndislik korpusunun tikintisində təcrübəçi kimi çalışır. Bu ixtisası və universiteti seçərkən tərəddüd etdim. Həm Qarabağ Universitetini tanımırdım, həm də ixtisasımla bağlı bildiyim çox şey yox idi. Lakin bura gəldikdən sonra həm müəllim heyəti, həm tələbə yataqxanası və sair kimi şeyləri gördükdən sonra çox xoşbəxt oldum ki, bura gəlmişəm. Burada həm nəzəri biliklər, həm də praktiki biliklərə yiyələndim. Qarabağ Universitetinin özəlliklərindən biri də budur ki, ikili diplom proqramına start verilib. Təəssüf ki, mən bu fürsətdən yararlana bilmirəm, çünki bu ildən start verilib layihə. Abituriyentlərə də buradan səslənirəm ki, bu fürsətdən yararlansınlar, həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomunu əldə etsinlər. İkili diplom proqramı çərçivəsində tələbələrə İstanbul Texniki Universitetinin professor müəllim heyəti dərs keçəcək. Tədris Xankəndidə yaradılacaq, müasir laboratoriyalarda aparılacaq. İstehsalat təcrübəsi və yay məktəbi isə Türkiyədə təşkil olunacaq. Təhsil müddətində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməyəcək. Real layihələr üzərində çalışaraq layihələndirmə, istehsal, texnoloji proseslərin idarə olunması və mühəndislik sahəsində praktiki bacarıqlara yiyələnəcəklər. İstanbul Texniki Universitetinin dərs proqramı əsasında abituriyentlər, yəni gələcəyin tələbələri həm Qarabağ Universitetinin təhsil imkanlarından, maddi texniki bazasından, həm də İstanbul Texniki Universitetinin təhsil imkanlarından, maddi texniki bazasından istifadə etmək şansı qazanacaqlar. Düşünürəm, ən böyük fərqliliklərdən biri ondan ibarətdir ki, burada çox gənc, dinamik, yüksək akademik heyətə sahib olan Qarabağ Universiteti ilə çox tarixi ənənələrə sahib olan İstanbul Texniki Universiteti Türkiyənin mühəndislik ilklərinə imza atmış bir universitet arasında bir əməkdaşlıq qurulur və bu da abituriyentlər üçün çox böyük bir fürsətdir. Eyni zamanda bu proqram çərçivəsində təhsil alacaq bütün tələbələrin bütün xərcləri tamamilə dövlət tərəfindən qarşılanır. Eyni zamanda tələbələrin Türkiyəyə olan səfərləri və orada olan bütün xərcləri də dövlət hesabına qarşılanacaqdır. Yay tətili davam etsə də Qarabağ Universitetində iş dayanmayıb. Yeni tələbələri qarşılamağa hazırlaşan təhsil ocağında son hazırlıq işləri görülür. Biz 2026-27-ci tədris ilində 49 ixtisas istiqaməti üzrə 1403 yer üzrə tələbə qəbulu həyata keçirəcəyik. Və bu bizdən həm akademik heyətin, həm maddi texniki bazanın, tələbə şəhərciyinin uyğunlaşdırılmasını tələb edir. Ona görə də bütün bu istiqamətlərin hər biri üzrə hazırlıqlar davam etdirilir. Həmçinin sabahdan etibarən biz açıq qapı günləri elan etmişik, valideynləri, abituriyentləri dəvət etmişik ki, onlar gəlib universitetimizlə daha yaxından tanış olub, qərarlarını ona uyğun şəkildə versinlər. Beləliklə, Türkiyənin aparıcı mühəndislik universitetlərindən biri ilə həyata keçirilən proqram gənclərə beynəlxalq səviyyəli təhsil imkanı yaradacaq. Tədrisin tam ingilis dilində aparılacağı nəzərə alınaraq, tələbələrin dil bacarıqlarını gücləndirmək üçün dil kursları təşkil olunacaq. 4-cü kurs tələbələri təhsillərini İstanbulda dövlət proqramı çərçivəsində təqaüdlə davam etdirəcəklər. Proqramı uğurla başa vuran məzunlar isə həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin diplomunu alaraq əmək bazarına iki universitetin imzası ilə qədəm qoyacaqlar. Rəşad Rəşidov, Tərlan Salahov, İTV Xəbər, Xankəndi.